Amma sonumuzu toxunmaq istədiyim mövzu. Nə olacaq? Bu işin axırı necə olacaq? Çox qardaşların ürəyi yanır. Deyirlər, bu qədər insanları öldürüblər. İsrail gündən-günə bombalayır. Nə olacaq bunun axırı? Qardaşlar, möminlər, mən öncədən deyim sizə, mən qeybdən xəbərim yoxdur. Kim qeyb iddiası eləsə, onun əsasları olmalıdır. Qeybi bilmirəm. Falçı deyiləm. Hərdən zarafata qardaşlara deyirəm, Nostradamuslıq eləmək istəmirik. Amma Qur'an-ı Kərimə əsasən, Peyğəmbər və onun pak əhl-i beyti, Allahın salamı olsun onlara, onların kəlamlarına əsasən bugün sizə mən onların verdiyi vədəni verirəm. Bir gün inşallah Allahın köməyi ilə, tezliklə İsrail aradan getdi xəbərini eşidəcəksiniz və orada inşallah Fələstinlərin hüququ bərpa olacaq və ondan sonra da inşallah İmam Zaman ağanın hökuməti qurulacaq. İsa əleyhissalam xristiyanların, məsihlər tərəfindən, Yuşə ibn Nun yəhudilər tərəfindən gəlib İmam Zaman ağa kömək edəcəklər. Bütün dünyada ədalətli bir sistem qurulacaq. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! İsrailin Sehyonist uşaq qatili rejimin aradan getməsi Qur'an-ı Kərimin vədəsidir. Mənim vədəm deyil sizə. Qulaq asın, dinləyin. Onlar vədə veriblər, bir gün İsrail gedəcək. Amma mən sizə əvvəldə bir şey danışım. Qur'an-ı Kərimdən qabaq Allah Taala Tövratda da bunu vədə verib. Bəli. Necə? Qur'an-ı Kərimin İsra surəsində Allah Taala ayələrdə görün nə deyir? Və qazayna ila bəni İsrail fil kitab. Biz İsrail övladlarına kitablarında qəti hökm verdi. Quran ayəsidir. Sünni şiə, hamı bütün təfsirdir ki, o kitab ki var, Quran deyir. Quran deyir ki, biz kitabda demişik. O kitab nədir? Tövrat. Quran bizə xəbər verir. Ay müsəlmanlar, narahat olmayın. Hələ Tövratda biz Yahudilərə demişik ki, la tufsidunna fil ərz. 2 dəfə yer üzərində fəsad törədəcəksiniz. Həddinizi aşacaqsınız. Mərratayn. 2 dəfə. Və la ta'alunna uluvan kabira. Böyük bir itaətsizlik edəcəksiniz. İtaətsizliyə mürtəkib olacaqsınız. Sonrakı ayələrdə Allah Taala bizə vədə verir ki, sonra bizim bəndələrimiz gələcək. Beləliklə o 2 itaətsizliyin birincisi vəd olunmuş vaxtı çatanda özümüzün çox döyüşkən olan, döyüşkən uli bəsin şədid, ibadən lana uli bəsin şədid ayə deyir. Biz bəndələr göndərəcəyik, möhkəm, döyüşkən, iradəli, yolundan dönməyən, qorxmayan, səngərdən qaçmayan, onlar bir-bir sizi fəcasu xilalə diyar, onlar sizi evlərin içini axtara-axtara bir-bir soraqlarınıza gələcəklər və kana va'dən məf'ula. Bu, baş verəcək qəti bir hadisədir, vəddir. Bu vədədir. İsra surəsi, gedin açın, oxuyun. 3-4-cü ayə. Tövratda da deyib, Quranda da deyirik, bunlar həddini aşacaqlar 2 dəfə. Hər ikisində biz bəndələrimizi göndərəcəyik, bunları cəzalandıracağıq. Ayədə bir söz dedim, uli bəsin şədid, möhkəm, ibadən lənə bəndələrimizi. Qardaşlar, möminlər, İmam Sadiq əleyhissalamdan nəql olunan rivayəti diqqətinizə çatdırıram. Nəql edirlər, kuntu ində Əbi Abdillah əleyhissalam, calisən, İmam Sadiqin yanında əyləşmişdi. İzə qaraə hazihil ayə. Bu ayəni oxudular, İsra surəsi. 2 dəfə həddinizi aşacaqsınız, bəndələr göndərəcək, siz cəzalandıracaq. Ev və ev sizin sorağınıza gələcəklər. Fəqulna, cu'ilna fidak, mən havlayı. Dedi İmam Sadiq ağaya, canımız fəda olsun sana. O bəndələr kimdir gəlib Yahudiləri cəzalandıracaq? İmam Sadiq əleyhissalam, fəqalə əleyhissalam buyurdu. Fələfə mərrat, 3 dəfə. 3 dəfə deyib bu cümləni. Və and içdi, hum, onlar, vallahi, əhl-i qum, vallahi, əhl-i qum, vallahi, əhl-i qum, onlar qum əhlidir. 3 dəfə İmam Sadiq and içdi ki, Yahudiləri, Sehyonistləri Quran-ı Kərimdə vədə verilən, Tövratda da yazılan o uşaq qatillərini cəzalandıracaq, kim olacaq onlar? Qum əhli olacaq. Bizim də dini məntiqdə qum deyiləndə, hansısa məntəqə deyiləndə orada yaşayan insanlar nəzər alınır. Qumda adam var, namaz qılmır. Qum, yəni əhl-i beyt təfəkkürü. İmamlarımız deyib, qum bizə əhl-i beytin nəyidir?
Bəli, hərəmidir. Bu günləri bu ayənin təfsirində alimlər bir söz nə deyirlər? Baba, buna qulaq asın. Hədis həm İmam Məhəmməd Baqir əleyhissalamdan var, həm Cəfər Sadiq əleyhissalamdan. Neçə əsr bundan qabaq edir, qardaşlar? 14 əsr bundan qabaq. İsrail neçənci ildə qurulub? 1948-ci ildə. Düzdür? İranda indiki İslam hakimiyyəti neçənci ildə qurulub? 1979-cu ildə. Hələ İsrail olmamış, İrandakı indiki hakimiyyəti olmamış, İslam hakimiyyəti olmamış, İmam Muhammed Baqir İslamın dövründə, həmin vaxtı Qüds fəth olunmuşdu ikinci xəlifənin dövründə. Qüds müsəlmanların əlində idi. İmam Sadiq əleyhissalam cəmiyyətə deyir ki, Yəhudilər ki, həddini aşacaqlar, Əqsada fəsad törədəcəklər, hələ İsrail vurulmur. Onları cəzalandıracaq. Amma bu məhəlli bunu edəcək. Alimlər bu hədisləri oxuyurlar ki, buna məsələdir. Fələstin bizdədir. Yəhudilər də yaxşı yerisi, onlar dövlət qura bilmir orada. Müsəlmanlara zülm eləyə bilmir. Bir müddət keçəndən sonra 48-ci ildə İsrail quruldu. Dedi, aha, Yəhudilər fəsad törətdilər. Gəldilər İsraildə özünə qəsbkar rejim qurdular. İndi bundan sonra necə olacaq? Deyirdi, yaxşı, bu məhəlli necə gedəcək? Şah rejimidir, şah özü İsraillə əlaqədədir. Şah özü İsrailə kömək eləyir. Amma nə oldu? Axırda 79-cu ildə İran İslam inqilabı oldu və İran İslam inqilabının sayəsində İsrail məsələsi gündəmə gətirildi. Hizbullah, Həmas və digər təşkilatlar yaradıldı. Bugün də İsraillə vuruşanlar onun bərəkətindəndir. Və bizə vədə veriblər. Bu hədislərə əsasən bir gündə inşallah Allahın köməyi ilə alimlərin Nəcmüddin Təbəsi sağdır, böyük İmam Zamanla bağlı əleyhissalam araşdırma aparan alimdir. Onun dediyinə əsasən, bizim hədislərə əsasən hələ İmam Zaman ağa zuhur etməmişdən qabaq İsrail hakimiyyəti aradan gedəcək. Və İmam Zaman ağa gələndə geniş bir dairədə bütün dünyada daha onlar fəsad törədə bilməyəcəklər. Axırıncı hədisi də Həzrəti Əli əleyhissalamdan deyim, söhbətimi yekunlaşdırım. Salavat zikr eləyək.